Əl-Fatihə Kitabı açan surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi Allaha, mərhəmətli və rəhimliyə, haqq hesab gününün hökmüdarına. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəld. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Əl-İxlas Səmimi Etiqad surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. De ki, o Allah təkdir. Allah möhtac deyildir. O nə doğub, nə doğulub. Onun bənzəri də yoxdur.